31 mart Azərbaycanlıların soyqırımı günü. Azərbaycan xalqının 20-ci əsrdə yaşadığı ən qanlı faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni daşnaq bolşevik silahlı dəstələri Azərbaycanın müxtəlif bölgələrində Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və İrəvan quberniyasında minlərlə günahsız insanı qətlə yetirmiş, yaşayış məntəqələrini yandırmış, mədəni abidələri məhv etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı uzun illər gizlədilmiş və yalnız 1998-ci ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Soyqırımın tarixi səbəbləri 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda siyasi vəziyyət olduqca gərgin idi. Rusiya imperiyasının 1917-ci ildə dağıdılmasından sonra erməni millətçi təşkilatları, xüsusilə Daşnaqsütyan partiyası Azərbaycan torpaqları üzərində iddialar irəli sürdü və etnik təmizləmə siyasəti həyata keçirməyə başladı. Erməni qüvvələri, xüsusilə bolşeviklərə qoşulmuş erməni daşnaqları, Bakı Soveti və onun rəhbəri Stepan Şamiyanın göstərişi ilə yerli Azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. Məqsəd Bakıda və digər ərazilərdə Azərbaycanlıları məhv edərək erməni dövlətinin yaradılması üçün zəmin hazırlamaq idi. Soyqırımın gedişi və başlıca hadisələr. Bakı qırğını 30 mart 2 aprel 1918-ci il. 1918-ci ilin mart ayının sonunda Bakı Sovetinə tabe olan erməni daşnaqları və bolşevik qüvvələri şəhərdə yaşayan Azərbaycanlılara qarşı amansız hücumlar təşkil etdilər. 30 mart 2 aprel tarixlərində Bakıda 12 mindən çox Azərbaycanlı qətlə yetirildi. Şəhərlər, məscidlər, yaşayış binaları və tarixi abidələr yandırıldı. Müsəlman əhali amansız işgəncələrə məruz qaldı. Bakı qırğınları ermənilərin Azərbaycanlıları məhv etmək planlarının bir hissəsi idi və bolşevik hökuməti bu cinayətlərə göz yumurdu. Şamaxı soyqırımı. Bakıdan sonra erməni qüvvələri Şamaxıya hücum etdilər. Şamaxı qırğınlarının nəticələri daha dəhşətli oldu. 8 mindən çox insan öldürüldü. 58 kənd tamamilə yandırıldı. Şamaxı Cümə məscidi yandırılaraq içərisində olan 1700-dən çox insan diri-diri yandırıldı. Şamaxıda törədilən bu cinayətlər erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin bariz nümunəsidir. Quba soyqırımı və kütləvi məzarlıq. 1918-ci ilin aprel-may aylarında Quba qəzasına daxil olan erməni silahlı dəstələri burada da kütləvi qırğınlar həyata keçirdilər. 16 mindən çox insan öldürüldü. Yüzlərlə ev yandırıldı. Quba şəhəri dağıdıldı. 2007-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində Quba soyqırımı məzarlığı aşkar olundu. Burada yüzlərlə insanın, o cümlədən uşaqların və qadınların qalıqları tapıldı. Bu fakt ermənilərin həyata keçirdiyi soyqırımın canlı sübutudur. Qarabağ və Zəngəzurda qətliamlar. 1918-ci ilin yay aylarında erməni silahlı qüvvələri Qarabağ və Zəngəzur bölgələrində dəhşətli cinayətlər törətdilər. Qarabağın müxtəlif kəndlərində minlərlə insan qətlə yetirildi. Zəngəzurda 115 Azərbaycanlı kəndi yerlə yeksan edildi, əhali kütləvi şəkildə öldürüldü və ya deportasiya olundu. Qarabağın strateji əhəmiyyətli kəndləri ermənilər tərəfindən işğal edildi. Azərbaycanlıların soyqırımı siyasətinin digər təcavüzləri. 31 mart soyqırımı yalnız 1918-ci illə məhdudlaşmır. Ermənilər 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, daha sonra isə 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə də Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirmişdilər. 1992-ci il Xocalı soyqırımı da bu uzunmüddətli siyasətin davamıdır. Soyqırımın tanınması və anım gününün qeyd edilməsi. Sovet dövründə 31 mart soyqırımı haqqında danışmaq qadağan olunmuşdu. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu faciənin araşdırılması üçün genişmiqyaslı işlər görüldü.
1998-ci il martın 26-sında ümumilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. O vaxtdan etibarən hər il martın 31-i bu faciənin qurbanlarının xatirəsi anılır, müxtəlif tədbirlər keçirilir və beynəlxalq ictimaiyyətə soyqırım faktları ilə çatdırılır. Nəticə: 31 mart soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş faciələrdən biridir. Bu faciə yalnız keçmişin bir hissəsi deyil, həm də gələcək nəsillərin unutmayacağı bir tarixdir. Azərbaycan dövləti və xalqı bu hadisələri daim xatırlayır və beynəlxalq ictimaiyyətin bu soyqırımı tanıması üçün səylərinə davam etdirir. Azərbaycan tarixini saxtalaşdırmağa çalışan qüvvələrə qarşı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və bu cür cinayətlərin bir daha təkrarlanmaması üçün mübarizə aparmaq hər bir azərbaycanlının borcudur. Soyqırım qurbanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.